Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve huve hayru nasirin ve mu'in. Kâle Ali ibnül Hüseyin aleyhisselam. Eyyuhel mu'minun. Musibetukum et-tevâgîtu min ehlirrigbe fid-dünya. El-mâilûne ileyha, el-meftunûne biha, el-muğbilûne aleyha. İmam Səccada ki yadigar Nehzət Kərbəlada sual elədilər. Zəhra balası, böyüklər müsibətimiz nədir bizim? Müsibət. Gərək İmam Səccad nə buyurdu? Buyurdu müsibət odur. Cəmaat Zəhra balasını çəkdilər Kərbəlada 3 gün susuz qoydular. 3 gündən sonra başını kəsdilər, vurdular neyziyə. Böyük müsibət budur. Böyük müsibət budur. Xanım Zeynəbi Kərbəlaya heç kəs görməmişdi. İmam Səccad ağlardı, buyurardı ki, əmməm Zeynəbi, hətta həmsayeqan əmirəl-müminin də görmədilər. Yəni, o qəd məhcubudur, o qəd həyalıdır, o qəd ehtiyatla aparıb gətirərdilər. Hətta İmam Həsən Müştəba aleyhissalam bir gün babası Əli ibn Əbi Talib, İmam Həsən, İmam Hüseyin, Həzrət Əvəl-Fəza xanımı aparırlar qəbristanı Bəqinin ziyarətinə ta yetirdilər. Həzrət burada şəmləri xamuş eləyin. İmam Həsən ərz elədi, baba bən niyə şəm nə deysən xamuş eləyə? Avırdı qorxuram bir dənə naməhrəmin gözü düşə Zeynəbin qəddi qəvarəsinə. Yəni bu əndazə bunlar biləxərə məhcub bir xanəvadə idilər. Bunları belə sındırdılar Kərbəlada, belə bir hürmət elədilər ki, İmam Səccad abur Kərbəlaya heç kəs əmməm Zeynəbi görməmişdi. Kərbəladan sonra vəli hamı Zeynəbi gördülər. Böyük dətdi. Gərək İmam Səccad ağa buyuraydı, böyük müsibət bugün dünyada imamın qürbətidir. İmamətin xanəneşinliyidir. Şiənin bədbəxtçiliyi budur ki, hər yerdən həml olur üçün imamı tanımır cəmaat. İmamı tanıttıranmamışıq. Fəqət biz gücümüzü vurmuşuq ki, imamın fəqət qisməti atifisinə. Atifi də yaxçıdır ha. Həzrət Əmir ağanın zorun Xeybər qapısını götürməyindən pəhləvanlarımız dərs aldılar. Getdilər zorxanalarda, koşdidə, başqahlarda bazəkirə ya Əli məsələn vəznə vurdular. Əlam bizim bəstəri camiəmizdə Muriyanı var, Səda Simalar, Budcihay bu məmləkətinə filmi düzəldir yağı. Həmun ya Əlinin istəyir bərəksin gedi, həmuna ya Əlidir. Deyir o ya Əli ilə getdi, üstə biz yağı ilə. Yəni istəyir xəlafkarlardan sənə olğu düzəldə, osvə düzəldə, qəhrəman saz eləyə. Ki məsələn yağı divanəli ilə məmləkət düzələr. Yəni nə mənə sən cavana vəhşibazlıq örgədəsən ki, hər zadı vırsındır, dağıt, bir dənə sənə qəhrəman sazı. Ya Əlini çöndərdilər, elədilər yağı. Yəni o qəhrəmanı koşdu ki, ya Əli köynəyinin üstündə çıxırdı səqqonun üstünə. Bir yolları bunları çıxardırlar onların qabağına. Biz də qəşəh baxırıq, əcəb filmidir, bir-birimizə təbliğ. Görübsən, nə mənədir, bir dənə xilafkardır, ya ona aşıq olub, onun qaçağını eləyib, onu adam öldürüb, onun qabağına çıxıb. Hansı xeyr əməli biz istəyir örgədə? Hansı izzət ehtiram istəyir mən örgədə? Mənim uşağıma hansı olğuyu müsbət istəyir müntəqil verə? Mənim uşağımı yağı eləyib salacaq mənim canıma. Sənin uşağı yağı eləyib salacaq sənin canıma. Küçövün uşaqların yağı eləyib salacaq məntəqün canına. Gecə sən işdən gələndə gözəl 8 dənə kefli kəsdi qabağı. Yağı yəni divanə, yağı yəni hər işdadın buna əhəmiyyəti yox. Dini qoyar ayağının altına. Məsələ ki, qədimin lotuları da lotuydu da. Tərəf görədin, əvvəl məhərrəm ağzım bir suya çəkərdi, deyərdi, 2 ay xəlafı qoydum kənara. Ruzu aşura kefli maşınla vurdu, dəstənin tamam ələmlərin yatıddı. Düşdülər, gördülər, keflidirlər. İmam Hüseyin orada ələyaq çalır, bu ağa hənuz aşqalın tərc etməyib. Gəlib əyyaşlığa, 2 gün tasuva o aşura ki, yercə qan ağlayır, bunun hələ bazarının qızışan vaxtıdır. Bəzən bu futbolda bir fəsli nəql-i intiqalat olar. Mən də məhərrəmi fəsli nəql-i intiqalatı refiqlərdilər. O ondan xoşu gəlir, bunu boşluyur, onu tutur. Qure babay qəbli, piş besuye bədi nəql-i intiqalatın vaxtıydı da bu 10 gündə. Da bəzənçi xiyavana nə mənə, nəql-i intiqalatın vaxtıdır. Köhnələri boşlayacaq, bugün təzə qonaqlarımız bundan belə şumarədir ki, paylayır. Baba, İmam Hüseyin orada ələyaq çalıb, sən gərək gözü qozub bir dənə naməhrəmə baxmayasan. Düşmən gecə-gündüz bizi yıxmağa təlaş eləyir. Gecə-gündüz bizi yıxmağa təlaş eləyir. İmam Səccad ağadan
xəbər alırlar Zəhra balası, müsibətin üzma müsibət nədir? İmam-ı Səccad gərək buyuraydı, üzma müsibət budur. Mərdum imamların tanımadılar. Mərdum imamın sözünə qulaq asmadılar. Niyə qulaq asmırdı imamın sözünə? Nə olmuşdu? Qəd mul'ad butunukum minəl haram. Qarınla ki haram çörək doldu. Adam hiç imamın səsini, hiç Allahın da səsini eşitməz. Ələn çox adam Allahla qəti rabitədir. Allah mallah deyir, görüm, hovzədə oxuyub. Niyə Allah onunla danışmırsan? Məsul deyil, inqilabı o gətirib. Səni o bəzi işlərdən, səni yaradıb çörək evdə ver. Deyir, bəşər, gündə 17 rəkət məndən bir, 17 dəqiqə. Necə filan matmazel Zəhvranda 3 saat oradan, hə, hü, hi, heç dat yox, ha. Fəqət puldur ki, gedir müxabiratın hesabına, şarjıdır ki, boşalır. Nə mənə əlüvəcə, niyə Allah ondan 17 dəqiqə danışmırsan? Niyə Allah ondan söhbət eləməyə arın gəlir? Nə olub, Allah sənə zor deyib, Allah sənə arada zülm eləyib. Çünki bizən niyə? Bunun amili var, ha? Amilin İmam-ı Səccad buyurur. İstəyirəm deyəm, niyə biz Allahla danışmırıq? Çoxumuz küsürük Allahdan, küsürük. Biz Allahla qəhrik. Bax, get gör kommentlərə, bax, get gör viyulara, ərzib huzur o, nə mənədir o, biləxərə şinasnamələn qoyurlar, məsələn, mən falan. Get gör Allaha nə gileyliklər var, get gör Allaha nə küfrü danışırlar, Allaha nə tələbkarana bərxord eləyirlər. Allah, sən nəyə məni yaradıbsan, deyir, güzəşdilə də bağışla. Bağışla, mən səni yaratdım, güzəşdilə də. Sən burada yaranmayacaqdın. Bir dənə məmləkətimizin bir seri celebrity hayb edəni, bəzi doyuzarıdırlar da, bəzən qəlbilərinə niyə gəl axı? Bəzən deyirlər celebrity doyuzarlı, vaqən doyuzarlı. Çünki bunun heç mənfəəti bu Allaha yoxdur, bunun heç mənfəəti bu dinə yoxdur. Biz fəqət onu lotu becətmişik. O qədər ona kəfuzut vurmuşuq, başı gicəlib. Da axir hünəri bu da qışlanın əzulələrin bərkidib. Da bundan bir şəkkul qəməri yoxdur ki. Bizim rəzməndə varımızdır, Əraqdan İrana yaralını kürəyində gətirib, yaralını, yəni rekord həmli zəxmi bu adamdadır, özü də müstəcirdir. Amma həmin adam ki, məsələn, qıçının bir əzuləsin qudrətləndirib, özünə top oynayıb, indi gəlir, məsələn, İmam Hüseynə də həmliliyir. Məsələn, bir dənə də ruhani çıxırmın qabağında, danışanda hammi, hələ ön bir nəfər deyirdi ki, abi, puyeş yola salmışıq, o mallarını soyunduraq ki, filan bazı kona deyib ki, ağa, sən niyə nəzri yox? Dedim, berekanla, cəmmallalar soyunduraq, olsun, bulan da hüquqların veriyorlar. Onların bir ay hüquqların verirlər, ham malla 30 il keçinər ondan. Bir ay hüququn verirlər. Bir dənə mürəbbi gətdilər, 3 saat mürəbbi gər eləmədi. Xudat tümən bunlardan pul kəsdə var, gör bir nəfərin səsi çıxdı. Gör bir nəfər dedi, bu millətin bu beytulmalı niyə töksən onun bunun qarnına? Sətilaşqala tökəydin, bundan behtəridir. O nümayəndə və vəzir o zaman ki, Rudi Hirməndin qabağın Əfqanistan bir qisməti məmləkətimizi apardı. Ağı bir iddələr Riza Şahdan belə ad gətirirlər. Adam deyib, bu qumarbaz məsələn gəlsə şəkkul qəmər eləyəcək. Elə həmin bunun əlindəydi da, həmin bunun əlindəydi. Əlankahar Urmiya dəryaçası quruyubdu, toz qalxır oturur Təbrizlilərin önünün üstündə. Elə bunu ərə verən ay Riza Şah oldu ki, tamam verdi getdi biləxərə Ararat dağların Atatürk'e. Atatürk indi qabağında bir sədd bağlayıbdı. Deyir, bir boşqa su verəcəyəm, bir boşqa nəft alacağım. Əvvəlin adamdakı kəşf-i hicabda arvad uşağının başından öz namusun üryan elədi Riza Şahıdır. Çox da belə qeyrətli zat da dəyirdi. Əvvəl kəşf-i hicabda öz qızından başladı. Yəni Yazid vaxtı Əhl-i Beyti gətdi cəlləsəsinə, öz əhləyalı poştu pərdədə idilər. Əhl-i Beyti gətdi göz qabağına naməhrəmlərin cəminə. Xanım Zeynəb-i Kubra durdu ayağa buyurdu, Əminəl ədl yəbnət toləqa, aya ədalətdəndir, azad şudənin oğlu, öz əhləyalın poştu pərdədə Zəhra balaları gətiribsən göz qabağını. Mən deyirəm, oğa, Yezid bu Riza Şahdan qeyrətlidir. Bu öz arvad uşağın ürgan elədi əvvəldə. O ki, öz arvad uşağın gizlətdi. Yezidin arvadı baş açıq qaçdı cələsiyə. Tez durdu, əbasını saldı xanımının başına. Dedi, naməhrəmlər buradadır. Niyə gəlibsən bu cəmi? Əsəbanı oldu ki, səni naməhrəmlər gördülər. Dərhal ki, Yezid bir dənə rəculun şaribul xəm, məşrub içən babanın biriydi. Fasıq idi, ələnən zülm eləyirdi. Rudi Hirməndi ki, əlan Əfqanlılara, Talibanı əyaq yalına yalvarırıq, ha?
heç də başarmırlar. Aləmi vurublar bir-birinə. Hələ gözümüzü tiymişik o Talibana. O Taliban hirməndi. Bir qisməti az məmləkətimizi ayırdılar. Vəzir deyir, gəldim Rıza Şahın yanına, dedim ağacan bizim yerimizi tutub Əfqanistan. Dedi eybi yoxdur. Bunlarla biz cərrübəz dedilər ağa Türkiyəni vəsətdə neyniyək? Biz qazi qərar verək. Çünki Araratı verib Atatürk'ə dedi da bu gələr mənim nəfimə danışar. Atatürk özü ki dini yoxudur. Bunlardakı əhli sünnət idi. Gəldi dedi ağa hirməndin hamısı verin Əfqanistana. Ayırdılar verdiler Əfqanistana. Əfqanistan elan son qaban bağlayıb. O vəzir deyir bu qismətin məmləkəti ki verdik Əfqanistana elə bir ətimi kəstim durası attım itin qabağına. Yəni o qədər mənə acıq gəldi. O qədər məni əsəbani elədi. Bir seri əlan bütçələr ki verirlər filan bazikona filan mürəbbiyə elə durası itin ətini atırsan əti atsan itin qabağına. Yəni ona heç kəsin fəryadı yoxdur. Ona heç kəsin qışqırmağı yoxdur. Ona heç kəs demir anlaya bilədi. Əlan sən döhdürləri hənuz qane eləyən mübləğə kartıxan qoy mətəbbüvə. Bir dənə qarpız satanın kartıxanı var. Qarpız satanın ərz və huzur gəlir maliyyat verir. Sən zəh vırsan deyir ağa 130 min tüməndə özündən pulu nəğcəkcə. Məbada səni ağacan camiədə vaxtı bu cür vicəxarları görəndə mərdum bundan narahatdırlar. Mərdum nədən narahatdırlar? Mərdum bilirlər da təhrimdir. Hamı bilirlər. Amma birdən ki görürlər Fuladı mübarəkədən 20-30 dənə qorcu dərrəndə yığıb beytülmal aparıb cəmaat deyir ağa tut bunun dərisinə saman təb qoy meydanlara qoy cəmaata ibrət olsun. Əsən əmirəl-müminin bunu məsul xələf elədə abırısını apar. Abırısını apar. Casus qoy gördün. Name Çehlu Pəncə Nəhcül Bəlağədə baxdı gördü. Osman İbn Məznun gedib fərmandarda oturub bir dənə öydə kabab yeyib. Həzrət ona bir namə vurdu. Burada elə oturursan dövlətlilərlə həm süfrə olursan. İmam Cümə fərmandar yığıldı otdu bağda. O kasıbın dərdin bilənməz ki. O kasıbın sözünə qulaq asanmaz ki. Vaxtı sən getdin orada mədyun oldun, qarnı usattın, etibarı usattın. Sən heç moğamının qabağında dura bilməsən. Heç moğa cavanın qaçacaq. Məğzilər fərar eləyəcək. Məğzilər uçub gedəcək. Cavanın qaçmağına intiqad eləmə. Gör bu qalanlar niyə bahis olublar, onlar qaçırlar. Nəcür olubdur? Tərəfin öz oğlu uşağı Amerikada dərs oxur, özü də buradan deyir. Mərcbər, Amerika. Baba ya sən qələt deysən, ya uşağın da. Əgər sən yaxçı deysən, niyə yaman deysən? Pisdir be sən uşağın orada nə iş görür? İmam Səccad əleyhissalam burada əyyuhəl müminun. Ay möminlər, musibətukum, müsibətüz büyün budur ba. Müsibət nədir? Müsibət büyün budur. Ət-təvaqit min əhlir rıqbə fid-dünya. Müsabiqə der mal-ı dünya. Müsabiqə der mal-ı dünya adam öldürər. Öv yıxar. Müsabiqə der mal-ı dünya. Rıqabət der mal-ı dünya. Evi yıxar. Çoxların evin yıxdı. Çoxların da salıb çöllərə. Qədim mərdumda bir atifə vardı. Mərdum banşı acıdılar özlərdə. Vəl bir həmsayan halın xəbər alardılar. Tərəf deyir ağa mən bu övbü müstəcirə verirəm. Hər kəs gəlsin məmümdə məşrub tutsun. Şişə düzətsin. Mənə nə rəbdir? Pul versin mənə. Day demir baba mənim bu övümdə Allah sözü danışılmasa bərəkət gedər. Aldığım pulda da bərəkət olmaz. Aldığım pul da mənə lənət oxuyacaq. Bir nə verdiyim için məsələ nə? Fəqirin halın bir xəbər al. Əyyuhəl müminun musibətukum ət-təvaqit min əhlir rıqbə fid-dünya. Müsibətiniz budur, bugün dünya giriftar olasınız. Dünya giriftarının halı cəng olmaz ki. Baxma əvvəl inqilabı, hamı özün min üstün atmağa ağlayırdı. Sən Allah mən aparım məbərlər aşmaq. İndi ha, dəsbət də vurasan, dəsbəti kəsib qoyub qaçarlar. Əlan sən gəl, müdiri kollulara denə sənə nə qəddə verir, buyurun cipiyə, əlan məsələn cipiyə Yahudunla cəngidir. Səhyonistlə cəngidir, Vəhhabini heç biri bunların getməz. Cəmaat gedər ha, cəmaatda etiqat var. Cəmaat İmam Hüseyni təh qoymadı. Cəmaat bilirlər İmam Hüseynə hər ildən çox ehsan verdilər. Bavucudu bir belə bahalıq. Hara baxırdın ehsanıdır. Çünki İmam Hüseynlə tərəf hesabdır. İnsan ki dünyada pulla mamil elədi, fikr elədi hər zat puldur, İnsanı bədbəxt eləyən budur. Əl-mailunə iləyha. Meyliləri be səmti dünya.
meyilliləri bir səmti dünya. El-meftunune biha. Şifte-i dünya. Malımızın pozunu verək. Dünya malı pisdə, amma səni verməyib Allah poz verəsin. Sənə bir belə pulu verməyib, qızıma bir belə cəhizliyə qoşub onda qoyasan fəzai məcaziyə, mərdumin ürəyin qan eləyəsən. O ki, cəhizliyənin dərdindən qalıb dədənin önündə gedəmir. Onun bir dənə ah çəksə, sənin uşağın zindəcanlığın yandırar. Otlar, necə də ki otduyur. Filan tağlarda, filan yerdə, filan vəsali, filan öğüt, hamısını qoyduq göz qabağına. Ha ne oldu? Ha deyir ay Tur abi sen ne şu darendeci berazend. Yarının vardı purşese vardı. Benzi espunsat minir. Sen ne şu be? Ta bu tesadüf eləmi müşkülgətimib camiədə qaba deyirəm yox. Amma Allah'ım Teala buyurur senin hakkın yoktur sirvətü çəkəsən göz qabağına. Sirvətü salasan ayağının altına. Sirvətüyle cemaatini rəngan eləyəsən. Sənə hakkı vermir baba Allah'ım Teala. Deyir niye? Buyurur bilirsən senin bu sirvətü cemaat görəndə iki dənə asıb yeyirlər. Əvvəl asibləri Allahla bunların araları dəyir. Deyirlər bax ora. Filan fasiqəbi belə verib bizə vermir. Biz ki ağlayanıq, namaz qılanıq. İmam Hüseyin qapısındayıq, sinə vırırıq. Allah ben niyə bizə vermirsən? Sən Allahlığında adil deyilsən. Da mən gəlməyəcəyəm heyyətə, da namaz qılmayacağım. Niyə? Çünki o adam ki sirvətin salıb ayağının altına məni bais olur. Çünki mən heç vaxt onun ayağına yetişə bilmərəm. Bunun günahını Allah'tan görürəm. Sen görənməsən dünyada karxana sahiblər 10 milyon, 20 milyon verələ, 20 milyard verələ maşına. Deyərlər bu vəz iqtisadida bir dənə məmulu maşın minni kargərlərimiz ixrac olmasın. Karxanamız bir kar qalmasın. Karxanamıza ayaq üstə saxlayaq. Bir iddiyi xastıdırlar, sirvətdən salarlar ayaqlarının altına. Gətirərlər göz qabana. Bunlar məsrəf konəndə sirvətdirlər, tolid konəndə sirvət deyirlər. Adam var, malın gətirir, tolid eləyir camiədə. Tolid diyorlar salıb, 200 dənə karigəri çörək verir. 200 xanəvi adamından çörək yaparırlar. Bu da çox halıdır. Əslən bunun heç zərəli yoxdur. Amma adamlar için varların salıblar ayaqlarının altına. Heç dadları yoxdur. Hər nəmə nə var? Şahane yaşayırlar. Şahane, maşın, təşkilat. Vila, istəx, da özlərindən çıxıblar da pulun üstündə qərq olublar. Pulun içində qərq olublar. Allah'ım Teala Qarunu bunlara misal verir. Qarun. Qarun nə iş gördü? Qarun nə şəmşir çəkdi, nə camiədə adam öldürdü, nə icraiyatda idi. Əlan sən məsələn bu camiəni bir-birinə vuranlar kimlərdir? Neçə quruq xassıdırlar, bir qaçaqçılardır. Pulu muf gəlib əllərinə. Şahızda görsən, televizyonda zaten görsədəndə qaçaqçıları çox puldar görsədər. Yəni üçün niyə pulun mofdur da? Məsələn bir dənə tranzit eləyir, xudat dümən pul girinə gəlib eyni xiyalına da deyil. Elə milyonu gətirir, milyardı da xərcləyir. Biriləri sitarələrdirlər, sinema, bazigərlər, futbolistlər. Bəzən yavaş-yavaş bu cür geçsə, selebriti olacaq da. Məsələn, malladır, suxənrandır, görəcəzəm də espunsətdən düşdü Aytun abi. Cəmaat deyəcək, dava görəsən, bu hovza bunlara nə qət verir görəsən. Bir belə təşkilat, yavaş-yavaş bizdə sitarə oldu, məddah oldu sitarə. Bizim haqqımız yoxdur da, mənim haqqım yoxdur, nə qədər də sirvətim ola. Sirvətü sal dər qalibi nikukari, pulum var, 200 dənə bədbəxtin əlindən yapış. Və əli selebriti varımızda, əli dayi, gedirsən Ərdəbilə başına and içirlər. Çünki şəhrəş düzəldi füqəraya. Heyyətdə müşarikəti var, sinə vırır, əzadarlıq eləyir, xeyr işlərdə piş qədəm. Bu nikukardır, bu adam olguyu müsbətdir camiədə, olguyu müsbətdir. Mənə söz örgədir, mənə yol örgədir, mənə rəviş örgədir. Qarun Allah'ım Teala misal vurur. Buyur, ennə Qarunə kanə min qavmi Musa fəbəqa aleyhim. Qarun Həzreti Musa'nın adamlarındanıdır. Amma tuğyan elədim, camiəni vurdu bir-birinə. Bu Qarun nə iş gördü camiəni vurdu bir? Kim öldürdü? Əgər camiəni desəm, Firon vurdu bir-birinə. Nənələrin qarnından uşaqları çəhdi çölə. Buna münəccimlər dedilər, bir dənə uşaq gələcək, səni hökuməti dağıdacaq. Münəccimlər. Bir dənə kahinlərin sözü ilə ki, ağacan, bir dənə uşaq gələcək dünyaya. Sənin hökuməti vuracaq bir-birinə dəstur verdi. Hamilə xanımları qarnını söhdülər. Uşaqları çıxartdılar, cəninlərin başını kəsdilər. Yəni da zülmümündən bağlatır. Yəni Firon vurdu dünyanı bir-birinə. Amma Allah'ım Teala buyurur, yox, dünyanı Qarun vurdu bir-birinə. Firon vurmadı. Firon zalimdi. Zalimdi amma onun zulmü bunun zulmünə çıxmaz. Bu pullu zalimdi, puldar.
Qarun kimidir? Enne Qarun kana min qavmi Musa. Həzrəti Musanın famili idi. Tevratı bətər oxuyardı, bir xoşseda babanın biridir. Amma selebriti idi. Belə keyfə baxan, əhli keyf idi. Puldar idi. Fəbbəqəv əleyhim. Bəğ yəni setiz. Camə ilə durdu cəngə bu adam. Caməni vurdu bir-birinə. Əlamizən caməni nə vurub bir-birinə. Həmunu selebritilər. Gətdilər, bırın əməl eləməyə moz saldılar. İstədi deyə mənim pulum çoxdur, bu bırını izafə edim, bunu götdüm. Yavaş və sirayət elədin mənə, gəldi bizim dömmüzə. Bizim ki, köpük qusuruq acımızdan, yaranəmizi verin, bizim də xanımımız iki ayancı idi başıma. Mənim də bırnımdan xoşum gəlmir. Ciniyə filan bazıgər elə qəşəy olub. Baxıb ona 20 milyon fəqət sənə zərəl vurur. Baxıb ona, o da nə Allahla rabitəsi ki yoxdur, 10 dənə dırnaq kaçdı. Bax, dırnağı kaçdı ilə nə quslu düzdü, nə dəstəmaz. Yəni bu adam il 12 ay napaç dolanır öydə. Biləqərəmin boynunda bir quslu var. Bunun öyünün bərəkətinin getməyinə həmin bir dənə kafidir. Amma baxıb o dinsizə, bu da ondan olqubərdar ilə. Gətirirlər 5-10 dənə də fətva yazırlar, dəftərçə qoyurlar araşgahlara. Baxın, müştehidlər deyiblər, eybi yoxdur. Bundan heç müştehid deməyib və deməyəcək. Xarici bir cismi yapışdırasan əli və mığın üstündən dəstəmaz ola, olmaz. Bədənin yaralı da suda sənə zərəl eləmir. Keyfinin sazlığından, mırtuğun çoxluğundan götürüb 10 dənə də dırnaq yapışdırıbsan dırnaqlarının üstünə. Bunun nə quslu düzdür, nə dəstəmazı. Süt də versən o uşaq sənə lənət oxuyur. Otduğun yer də sənə lənət oxuyur. Deyir, napaç, niyə oturubsan bu yerin üstündə Allahın ruzisin geysən? Niyə bunun zərəli hardan gəlib? Selebritilərdən. Məsciddən gəlməyib ki, məsciddən gəlib, İmam Hüseyndən gəlib, yox. Elə o şeytanın kanallarından biri dönüb, yavaşca cəmaat Rusərisini aşırıb. Neyəcək? Rusəridir də aşar dalada. Rusəridir. Ələm mən büyünlərim, əmmaməmi buradan götürəm, qoyam bura. Hə? Hozə elmiyyə çəkər məni dadiqaha, deyər ağa, təzə mod gətiribsən. Ağa nə olar, amma mən çəmişəm bura. Deyər, yox, sən yerindən zayıbsan. Yerindən zayan adam, yəni fasıq. Hər nə mənə öz qalibindən çıxdı, deyərlər fesq. Fasıq. Dənənə ki, sən təbdil olur, cihaha deyir, fəsəqə, gövərdi. Yerindən çıxdı, ayrı bir şikilə düşdü. İnsanları vurar bir-birinə. Fəxərəcə ələ qavmihi fi zinəti. Qarun, bir günlərim tamamı təşkilatla çıxdı meydana. Görürsən bu festival hay ki, bazı gərlər gəlirlər, ansınan yanına 2 dənə eskort, mobil ansınani, nimtənə bebala, 2 milyard fəqət nimtənə bebalası deyər. Filan ənguşlər, filan saat, filan mobil, filan kəmərbənd, boynuna bir zənciri tələ asıb 1 milyard puludur. Neynir o? O bizim cavanımızı divanə eləyir. Neyniyəcək? O mənim övümü yıxır. Neyniyəcək? Sənin evini yıxır. Elə bunları yıxır da. Qabaq niyə deyirlər? Cəmaatın heç qəmi yoxudur. Nə mənə vardı qədim? Heç döt yoxudur. Allah şahiddə heç döt yoxudur. Bir oraq, bir ulaq. Tamam. İndi hər zat var, dərdlər bir-birinin üstündən. Niyə? İndi niyə biz hər zadımız var ki, nə də pul dalısıcağıq? Pəsəndazın mənisi nə mənədir? Həsə pəsəndaz yəni nə mənə? Pəsəndaz yəni Allah, sənə etimadımız yoxdur. Nə bilirsən səhərə sən qalacaqsan ya yox. Hələ pul yığıb, əmir əl-mominada vurdu, pulu yığanda hətmən niyyətin xoş olsun. Yığasan ki, bir moğa mən məriz oldum, xəşlərəm məriz olacaqsan, elə o pulu mərəzə xəşləyəcəksən. Niyyətin düz olsun. Pul yığıram Kərbəlaya gedəm, pul yığıram, məsələn 10 nəfərə cəhiziyyə verəcəyəm. Allah mənə sirvə, niyyətin düz olsa Allah verəcək, o yola da xəşləyəcəksən. Pəsəndazın mənisi nədir? Pəsəndazın bir dənə mənisi budur, Allah sənə bizim heç etimadımız yoxdur. Hələ biz bilmirik, sən deyibsən sabahından bir xəbərsən, biz deyirik hələ 10 ildən sonra yenə də pul olmasa mən burada xəşləyəcəyəm, özümə pul yığmışam. Bu pulu nə mən yığıbsan? Niyə deyir bunun xumsu var da par verir? Deyir, pəs bunu pəsəndaz eləmə, xəşlə. İzafə qalsa xumsu verəcəksən, neyniyim? Deyir, xəşlə. Olmayan var küçöndə, məhəllöndə. İmam-ı Səccad əleyhissalam ki, bu gecə şəb-i şəhadətidir, dünyadan gedəndə gördülər ketfində bir dənə böyük yara vardı, dövənək olub.
İmam-ı Bağır avurdu gecələr 100 xanə vadi özü çörək daşıyardı. Əlan cəmaatın nə vaxtı var namaza, nə vaxtı var ziyarətə, nə vaxtı var etikafa, nə Allahla dostluğa. Özün qoya qabağına deyə, mən bugünlərim ölsəm nə mənəm var Allah'a. Bugün öldüm. Korona gəldi, billəndirdi da bir gecədə ölən də varmış. Bugün mənim qoydular qəbrə, ay Turabini bugün qoydular qəbrə. Bunun başının üstüne əcinlə şeyatın gələcək ya əhl-i beyt gələcək. Qarnaməsin əgər müəddilin vursalar kim gələcək bunun başının üstüne? Şəb-i əvvəli qəbrində kim bunun qonağıdır? Aləmi bərzəxdə bunun vəziyyəti nəcürdür? Qiyamətdə bu kimin ümidinə qalacaq? Nə mənəsi vardı o dünyaya? Bu dünya bir şeydir, bu dünyada elə ta başı dolandırıbsan qocaldın. Baxırsan indi aynaya, get 20 il bundan qabaqki əksiləri və bax, bir dənə elə ah çəkəcəksən, ah, əfsus, elə bir dünəni daha, dünənidir, elə qalanı da elə bir günə soğuşub gedəcək. Elə 40 ildən də sonra bir dənə baxsın, deyəcəksən dünənidir, tamam. Buyurur, Qarun neynədir? Fəxərəcə əla qovmihi fi zinəti. Qarun çıxdı zinəti ilə xiyabana. Qavləllədinə yuridunəl həyatəd dünya. Onlar ki, dünyadan ötür əhləri çırpınırdı. Ürəyimiz çoxumuzun çırpını kulaq bərdarlığa yol tapır, başarmırıq. Kulaq nəcür eləli, bilmirəm ki. Qaçağı nə bilim, mənim üzrəm yoxdur qaçağı eləyəm. Hələn deyəcəm, mavaddım xəndənim, yolu qırıq gətirirlər məmləkə. Yox, baba, elə boynu yoğunlar yatıb bu təşkilatın dalında ki, cibinə xudatdı mən pullar gedir. Bu yələn xiyavandakı məsrəf kunəndə bədbəxt fiskin məsrəf kunəndəsidir. Bir nəvər bir dənə məşrub cibindədir, bu fəqət məsrəf kunəndədir. Tovlit kunəndəyə gücün var, bana yapış yaxasından. Nə cür bir hicaba həmlə eləysən, bir hicaba həmləvər olsan, hicabı gizlədəni də tut xittəyin çıxat. Denə bu çadırıya niyə ürzəmiz yoxdur biz kərxana vıraq? Niyə çadıranın biri 2 milyondur, bir nəvəri 4 dənə qız olsa övü yıxıldı. Nə cür olaraq çadır alsın? Sən bunun yapış yaxasından, onu qovalayıncan. O tərəfə baxsan, bu tərəfə də bax. Nə qədər bir hicabidən bir iddə suda aparırlar, hicabdan da bir iddə suda aparırlar. Niyə qoymurlar məmləkətin öz içində çadıra tovlid ola? Biz ki, nano varımızdır, muşaki nüqtəzən varımızdır. Ürzəmiz yoxdur, bir dənə kərxana vıraq, çadıranı özümüz tovlid eləyək. Ya da koşan var, düzəltmirlər ki, 2 keşverdə, Ərəbistan, İran, tamam. 2 keşver. Niyə bizim bir dənə ürzəmiz yoxdur, bu qədər çərşabı tovlid eləməyə? Çün niyə? Bir iddə xas vicəxarların cibinə pul gedir. Onlar varid kunəndədirlə, heç kəsə icazə verməzlər. Sən də bulan qabağında dursun, necə Yazidin qabağında İmam Hüseyin durdu, başın kəsti vurdu neyzi. Yəni bir gecədə övü yıxallar. Maşını və mavaddı qoyanlar, buradan zəhrallar nil intizamiyə. Səni apararlar, salarlar, zindanlar arvad şu anda əsir olar. İstəyərsən boynu yoğunların qabağında durasan. Buyurur ki, fəxərəcə əla qovmihi fi zinəti. Qarun tamamı təşkilatı ilə çıxdı xiyavana. Qavləllədinə yuridunəl həyatəd dünya. Mərdum ki, aşıqı dünyaydılar. Dedilər, ya leytə, ey kaş, of, maşina bebin. Of, xunəra bebin. O qəşəh dedi rəhmətli. Dedi, Allah kasıbı yaradıb dövlətliyə. Maşallah deyə fəqət. Bəh, 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 bəh. O dövlətli gəzəb da deyə, bəh, 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 bəh. Biz çoxumuz dedik, ya leytə, Allah, ben niyə mənə vermirsən? Ma utiyə Qarun, baba bu Qaruna bir belə veribsən, Allah mənə də verdi. Hələ biz bəyə demirik Allah, deyirik da. İnnəhu ləzu həzzin əzim, baba bu keyfə baxır, evi yıxılan oğludur. Keyfə baxır, baba puldar. O puldar ki çıxır xiyavana, səni neynir? Yeç, rabitə vallah ona vurdu bir-birinə. Da sənin vaxtı namaz yoxdur. Oruç, 2 şifti şişli gecə günüz qaz, 1 ay oruçluğu tətil eləyənmir, 1 ay oruçluğu. İl 12 aya qaçır, il 12, harada batırsı qutulacaq Allah bilir da. İnna lillah və inna, ey filan öldü ha, yazıq. Cəmaat əzbəs pulək olublar ha, qəbir üstə nə deyil ölən, ay Turabi öldü ha, nə qoydu özündən sonra, bax, əzbəs pulək edir cəmaat, demirlər nə apardı? Nə qoydu qaldı, hər nə qoydu qaldı, burada qurban payı kimi böldülər də, özünə bir şey çatdı. Özünü 40'ında davadır. Biri deyir mən Quran qoyacağım, biri deyir mən salavat söğütürəcəm, biri deyir el xərci verəcəm, biri deyir əzən istəmirəm. Qəbrinin daşının üstündə davadır. Önü fəşlənəcək tuturlar, kəsinlər vəsətdən. Mənə nə çatsa aparacağım, mənim səhmimi verin.
Tərəf dədəni bərayin ki, dədənin buna mənfəəti yoxdur. Heç dədəyə də baxmır ki, dədə hardan getdara gəldi. Ma utiyə Qarun innehu lezu hazzin azim. Neynir? İkinci amil. İqtisadımızı vurur bir-birinə. İqtisad. Çeki bila məhəl nə vaxtdan gəldi? Salih Çeylusi'dən. Bəhsi çəkdə pulu nəqdi qoyardılar banca, buradan çek yazardılar, deyərdilər yanımda pul yoxdur, ged oradan al. Əlan tərəfin hesabında yel əsir, 6 aydan sonraya 1 milyard pul çək. Bəlli də, gələ gəlmir. Bu nə olub? Zindanlar doludur, bila məhəl çəkindən. Qaçaq, evi yıxılıb, qaçıb gizlənib. Nə tənha öz evi yıxılıb, 100 nəfərin də evin yıxıb. 100 nəfərin. Çünki niyə? Bu baxdı pullulara, bu da onların ədasını çıxartdı. Zəmincir oldu. Ondan sonra nə olub? Hamımız olmuşu pul əkim. Əlan sən musafir keçdəysən ki, gedirsən işüvə məsələn Qol şəhrə. 2 nəfəri də mindir, qoy benzin pulu çıxsın, oracaq. Ağa, sən niyə demirsən, ağa, mən dədəmə il 13 aydı mənə Fatihə oxutturmaram, qoy Allaha görə mən bunu mindirim, yendirim. Orada da düşəndə deyim, pul neyim, get mənim dədəmə bir səlavat gör. Ona bir dənə olğu ki, müsbət görsədim, desin, bəh, camiədə bu cür adamlar da var ha. Camiədə belə adamlar da var ha. Əlan bir iddələr bu heyyət-i mənanişi kullən danırlar, nə olsun? Apar pulu töksən məddahın hesabına, sözdür da. İzafə puluz var, aparın verin kasıblara. Əslən mənim bəhsim budur, indi bir nəfər 100 milyon versin bir dənə məddah, 100 milyon. Bu məddah, burada nə mənə savabı var, gedir baninin hesabına. Suxənran nə mənə savabı var onundur. Müstəməyi bura yığıbdır, tamam, hər nə izafə savab var, gedir baninin hesabına. Əlan mən burada mənbərdiyəm, baninin hesabına danışıram. Savabı onundur. İndi mən mənbərdən sonra otdum bu ay Abdullahiyə qulaq astı mı özümünkidir. Çünki gedə bilərdim, getmədim, otdum qulaq astım. Tərəf deyir, nə iş və bekarsan? Bekar deyirəm, mənim etiqadım var, bugün məni qoyacaqlar torpaqların altına. Mənim etiqadım var, bugün məni vaqən bir nəfər etiqad tapa əhli beytə, vaqən. O tərəf deyir, gedirdim ruhanilərin biri, Əraqda. Ondakı Taliban gəlmişdilər. Ondakı Əl-Qaidə baş kəsirdilər Əraqda. Baş kəsirdilər. Maşından saxlayırdılar, tərəfin başını kəsirdilər. Deyir, mindim maşına. Gedəm Qotaybiyə məhəlləsi vardı. Məhəllə öz məhəlləmizdir. Gedik, vəsətdə gördük, teröristlər çıxdılar bizim qabağımıza. Bir dənə tur qoyubla, və nə məndə minmişəm, mənim yanımda bir cavan oturub, qollar xalqubi, saat yekə, baş dibdən vırdırıb. Çün mən bunu qiyafəsindən xoşum gəlmədi, bunu danışdırmadım. Üzümü döndərdim bu yana. Məsirdə bundan bir kələmə verib kəlmə almadım. Qabaqda yedik teröristlərin qruhunu. Gördük, baba saxlatdırıbla, neçə nəfərin cənazəsi yerdədir. Əlan elə lotular var, qiyafəzinə vazon deyəsən, baba bu qapının adamı deyil. Amma xudat tümən pul xəşləyir bu qapıda. İmam Hüseynə çıxartdığını ehsan eləyir. Deyir, ağa, fədai Sərəbi Abdillah, qurban olum Əbəlfəzin Allah gözünə, nə mənələrim vardı, fəda olsun o kəsilən qollara. Lotular var bu məmləkətdə. Bir iddələrdə deyir ki, məsələ 2 dənə daş atsaq bulan qabağına çəkiləcək. O ruhani deyir, mən mindim vənə, yanımda bir nəvər otdu. Mənim bundan xoşum gəlmədi, üzümü döndərdim bu yana. Qabaqda yedik, Tur-2 teröristlər qoymuşdular. Bizi düşüttülər yerə. Düşmənanı alullah. Gördük bizim əkslərimiz ki vardı, Həzrət Əlinin əksini çəkəri Şəmail, onu qoyublar, dayıblar maşına. Bizi düşüttülər yerə. Dedilər, durun səfə, hər bir üz, keçəcəksiniz səfinə, bu əksə cəsarət elədiniz, tüpürdünüz, ağzınızın suyun atdınız, səbb elədiniz, canınızı qutaracaqsınız. Hər kəs bu əksə tüpürməsə, dərca burada güllə ilə nəslin kəsəcək. Salı 2007-2008. Onda daişsat yoxdur. Deyir, bizi bexət elədilər. Deyir, bu cavan oğlan ki, mən bunu hesaba qoymurdum vəndə, baxdı mənə. Dedi, acağa, təklif nədir? Bugün neynəməliyik? Dedim, baba, mənim dil dodağım quruyub, canım əsir bunların qorxusundan. Bu da məndən təklif xəbər alır. Təklifi roşəndir. Bizə deyiblər, harada canınız xətərdə oldu, təqiyyə eləyin. Dedi, nə yan nə mənə, tüpürəcəksən? Dedim, çarəm yoxdur. Tüpürməsəm öldürürdüm.
Bax buna qiyafə ilə heç moğa nümrə vermə. Qiyafə ilə nümrə vermə. Qəlbə nümrə ver, Allah da qəlbə nümrə verəcək. Amma zahiri İmam Hüseyin bəyənən ilə. Deyir bu cavan dedi, nə mən heç vaxt Əli ibn Əbi Talibə tohin eləmərəm. Hacı abi, sən ki gedəcəksən, gəl bu mənim kartım, şinasay, bu da mənim sahatım, mobilim, pullarım, bu da bizim adresimiz. Getdim, Bəğdadda yetirərsən bunu mənim əhliyalıma. Dedim, ya nə mənə? Dedim, mən bunlara bac vermərəm, məni öldürələ tüpürmərəm o əks. Dedim, baba, nə məlum o əksi kim çəkibdi, şəmayeli, gah, qorxaq adamın huzuru baisi bəladır. İmam Hüseyni qovduğu qətliqaha çəkən qorxaqlardır. Qorxaq adamın faydası yoxdur. Qorxaq adam istər hədis tapa deyə, baba, burada canını xətərə salma. Nə işi vaxtı Amerika ilə dərcil olsan, İsrail ilə dərcil olsan, çünki niyə qorxur, qorxaq adam həməşə işin qabağını alar, risk eləyə bilməz. Dedi, baba, nə məlum əksi kim çəkib baxı? Dersən, biz də tüpürüb rədd olacaq da, biz tüpürməklə nə olur, dedi o, məni kəsələ də tüpürdü yoxdur. Ağa bizi keçitdilər, biz hamımız tüpürdük, rədd olduq. Bu cavana növbə etkəndə dedi, tüpür əksə. Dedi, tüpürəcəyəm. Amma səni diyədövür ruhuna tüpürəcəyəm. Mən o əksə tüpürmərəm. Məlun istəyirsən, mən Əli ibn Əbi Talibdən üz döndərəm. Deyir, əsləhəni gələn gedəni çəkdim. 3 dənə tir vurdu. Bu bədbəxt düşdü yerə, mənim canım əsir. Gəlmişəm, bir həftədir özümə deyirəm, lənət sənə. Ürzən olmadı, lotu kimin durasan o əksin qabağında, bir seri çırmalanasan deyəsən filaninin namusu ilə nə göz, barha olub görmüşü dərəvin namusuna müzahim olurlar. Gəlib öydə demiş, itədavay, onun qabağında niyə durmadım. Deyir, bir həftə otururdum, deyirdim, lənət sənə. Özümə deyirdim, lənət sənə, qəza yiyənmirdim, başıma hava gəlmişdi. Deyirdim, o nə mənəydi, bu nə imtihan verdi. Biz nə tez rədd oldu? Məhərrəmin 10 günü rədd oldu. Oğul vardı, güldü Qərəköyün əhliyə. Oğul da vardı, 100 dənə zəncir aldı, verdi heyyətə. Oğul vardı, qəza-i nəzriyə məskər elədi, oğul var, 1000 dənə qəza verdi. Qutuldu, getdi. Deyir, bir həftə deyirdim, sənə lənət. Özümə deyirdim, sənə lənət. Ürzən olmadı, sən bir dənə hovzada dərs oxumuşdun, o da bir dənə zahirindən də sən xoşun gəlmirdi. Amma o durdu Əlinin qabağında abırısın, amma sənin ürzən olmadı. Canı elə çox üstüdün, tüpürdün, rədd oldu. Bir həftədən sonra dedim, qoy aparımın vəsallan verim onun balalarına. Gəldim, adresi tapdım, zənci vurdum, çıqqılı qız uşağı çıxdı qapıya. Dedim, buna nə cür deyim, babası ölübdü. Dedim, kim var övüzdə? Dedi, babam. Dedim, bunun babasını özüm görmüşəm, orada öldürüblər. Nə babam? Dedim, hətmən ufaqdı, əqli zadı kəmdi, sən babanı tanım. Dedi, kim var öydə? Dedi, babam öydə. Dedim, babavadı nə çıxsın? Gördüm, həmin adam çəlik əlində çıxdı qapıya. Məni görəcəyin, dedi, aşıq gəldin. Qol boyun olduq, ağladıq. O da ağladı mən. O söyündüyündən ağlayırdı, mən də utandığımdan ağlayırdım. Utandığımdan ağlayırdım. Dedi, aşıq, təəccüb eləmsən, niyə mən buradayam? Dedim, ağa, səni vurdular, orada gözümün qabağında öldün da. Dedilər ki, güllələr mənə dəydi. Mən güllələrin ağrısını bilmədim. Gördüm, birdən bir tufan qopdu. Özümü Əli ibn Əbi Talibin qucağında gördüm. Gördüm, ağa, qollarını açdı, qucaqladı məni. 2 dənə o tirlər ki, məni koşəndəydi, öldürəcəkdi, əlin qoyduların üstünə yaralar toxtadı. Bir ləhsə gördüm, önümüzdəyəm. Xanımımdır, uşağımdır, əhliyalımdır. Ağa buyurdu, bunları qayıdısan bulan cəminə. Dedim, yox ağa, məni özüylə apar. Sənə canım qurban, məni apar, qoyma qalan bu dünyada. Buyurdu, hələ sənin vaxtın qalır. Bir ləhsə gördüm, bimaristandayım. O yaralar ki, Əmir Əl-Möminin əlin qoydu, toxtadılar. Amma bir dənə yaranı sənə nişanə qoydu. Ki, dedi, ona görsədərsən ki, adam qaşmaz, bəli, bəzi yerdə dayan. Əli ibn Əbi Talibdən himayət elə. Deyir, onda mən özümdən şərməndə oldum. Dedim, ay Allah, camiədə belə oğullar da varmışlar. Qurban olum hamıza. Hacət Abəş, bu şəkərbulaqlar hamısı aşıq əhli beyt. Özünü oxuyubsan illər boyu. Hacı Mənsur rəhmət deyib, bunları oxuyub. Bunlar qovqadırlar, bunlar eşqidirlər, bunlar səfadırlar. Bunlar o cavanlardandılar ki, başlarını kəsələr, əhli beytə tohin eləməzlər. Başları gedə əhli beytə qoymazlar bir nəfər çəp baxa. Bunlar əgər Kərbəlada olaydılar,
icazə verməzdilər xanım Zeynəb o cələsiyə gətirələr ki, xanım Zeynəbin bir gecədə qocalmağına bunlar icazə verməzdi. Xanım qədəndən sonra xanım Ümmülbənin baxdı xanım Zeynəbə. Buyurdu Zeynəb, niyə və bu hala qalıbsan bala? Elə qocalıbsan, tanıyanmadım. Elə vəzin, elə qiyafın çönüb, elə qocalıbsan, elə pəjmurda olubsan. Dedi, nənə məni qocaldan bir dənə amilidir Kərbəlada. Nə Hüseynin ölümü, nə Əbəlfəz ölümü. Bunlar qocaldar ha. Bunlar bacının kürəyin, belin sındırar. Amma nənə, mənim belimi sındıran budur ki, Əli qızı Zeynəbi şərab cələsəsinə apardı. Nənə, hamı naməhrəm kişiydilə, bizi də sağlamışdır o vəzətdə. O nanəcib şərabdan içirdi, dodaqlarına xeyzəranla cəsarət eləyirdi. Biləsə, xanım Ümmülbəninin rəngi saraldı. Zeynəb, mənim oğlanlarım ardıydılar. 4 dənə qəhrəman bala yollamışdım Kərbəlaya. Dedi, nənə, ittifaqan olardı oradaydılar. Yap rəngi saraldı. Və balalarım nə iş görürdülər? Dedi, yaralı başları təşdid idi. Hərdəm gözlərinə bəlbəz açırdı, bağlayırdı. Şayət mənə deyirdi, bacı, şərməndiyəm, ha, utanıram səndən. Salam qətl-i cəhən xeymədən oruç gedənə salam ola orucun akşam açmayan ağama. Şakirəm Allaha bəd-əz neçə vəqdən sonra cinə Məscid Həzrət Əbəlvəzada cavanların xidmətində oldu. Bunlar hamısı aşık Qəmər bəni Haşim, hamısı aşık Seyyid-i Şəhəda. Səlam ola ürəyin tirqəm bölən ağama. Səlam ola su yanında susuz ölen ağamı. Eyvay, çok cavanlarımız elimizden verdi bu neçə vaxtı. Çok qanəvadələr əziz dağı gördülər. Salam ola qəm o ənduh çox olan ağama. Salam ola uca boy qardaşı ölə. Eyvay, bir cümlədim oxusun Haceta Becdadaş. Geldi kardeşim balinine, yaralı baş aldı dizinin üstüne. Gözlerini açtı, bir cümler zeledi. Ya seyyidi aradayte minni, Hüseyin razı olupsan benden yana. Ağa bürde belfez, üzümü toprağa sütme. Xəcalet çəhmə çox məndən. Nənəm Zəhraya and olsun Əbəlvəz, razıyam zəllü. Hər yerdə sən ucadı ya Hüseyin.